Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azər Badamov Rusiyanın Həştərxan şəhərinə səfəri zamanı hava limanında saxlanılıb və o Bakıya geri qayıtmağa məcbur olub və təbii ki, onun səfəri də tədbirlə bağlı olub. Amma indi bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də mövqe bildirib. Niyə, nə üçün baş verib bu hadisə? Təbii ki, bu da suallar doğurur. İndi daha detallı informasiyalar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadədən alacağıq. Xoş gördük Ayxan bəy. Buyurun, detallı informasiyalar Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini sizdən eşidək, buyurun. Qeyd etdiyiniz kimi, Azər Badamovun, millət vəkili Azər Badamovun daxil olduğu nümayəndə heyəti məhz Rusiya tərəfinin dəvəti əsasında Həştərxanda Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olmuş tədbirlərdə iştirak məqsədi ilə Həştərxan vilayətinin vitse-qubernatoru Denis Afanasyevin dəvəti əsasında Həştərxana səfər etmək üçün nümayəndə heyət formalaşdırmışdı və onlar Həştərxana yola düşmüşlər. Moskvada Azər Badamov hava limanında saxlanılaraq müvəqqəti olaraq onun Rusiyaya girişinə qadağan olunduğu bildirilmişdir. Təəssüf ki, Rusiya tərəfi bu qərar barədə əvvəlcədən hər hansı bir bildiriş və ya xəbərdarlıq etməmişdir və bir müddət hava limanında saxlanılan Azər Badamov daha sonra müvafiq olaraq təyyarə vasitəsilə Azərbaycana geri qayıtmışdır. Bu məsələ ilə əlaqədar Azərbaycan tərəfi dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə müvafiq olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi ilə əlaqə saxlayıb və bu məsələ ilə əlaqədar izahat tələb etmişdir. Rusiya tərəfi məsələnin araşdırılacağını, lakin hər hansı bir izahat verməkdən çəkindiyini bildirmişdir. Tərəfimizdən bu addımın Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə xələl gətirdiyini, ümumilikdə qeyri-dost addım olduğunu düşünürük və hesab edirik ki, Rusiya tərəfi məsələ ilə əlaqədar ətraflı və tutarlı izahat təqdim etməlidir. Təşəkkürlər. Çox son detallı informasiyaları bizlə paylaşdığınız üçün bir də xatırladım ki, Azərbaycan Milli Məclisinin üzvü Azər Badamov Rusiyanın Həştərxan şəhərinə səfəri zamanı hava limanında saxlanılıb və geri qayıtmağa məcbur olub. Onun səfərdə mühüm tədbirlə bağlı olub. Təbii ki, elə bu məqamda Ayxan Hacızadənin də dediyi kimi Azərbaycan-Rusiya arasındakı dostluq münasibətlərinə xələl gətirəcək bir addım hesab olunur və təbii ki, biz Azərbaycan tərəfi olaraq bununla bağlı məsələ ilə bağlı qarşı tərəfində mövqeyini, niyə, nə üçün suallarına cavabı gözləyirik. Ən qısa zamanda ümid edirik ki, məsələnin səbəblərinə aydınlıq gətiriləcək. Çatıra biləcəyimiz informasiyalarsa bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, bu aktual məsələ ilə bağlı geniş şərhlər aldığın üçün və Xarici İşlər Nazirliyindən rəsmi münasibəti bir daha ictimaiyyətin diqqətinə çatdırdığın üçün.